Səni niyə anlamırlar? Heç özünə bu sualı vermisən? Ancaq mən bunu sənə deyə bilərəm. Çünki sən onların oyununun bir hissəsi deyilsən. İnsanlar səni anlamaq istəmir. Onlar səni özlərinə uyğunlaşdırmaq istəyir. Sən fərqli düşünəndə onlar narahat olurlar. Çünki sənin cəsarətin onların qorxularını üzə çıxarır. Onlar sənə düz yol göstərmir. Onlar səni öz səviyyələrində saxlamaq istəyirlər. Diqqət et. Ən çox səni saxlayanlar səni ən çox düşünənlərdir. Heç buna fikir vermisən? Etmə. Risk eləmə. Boş şeylərdir. Bunlar məsləhət deyil dostum. Bunlar qorxunun maskalanmış bir formasıdır və birbaşa sənə ötürülür. Sən böyüdükcə ətrafın daralmağa başlayır. Çünki ətrafın səninlə eyni surətdə inkişaf edə bilmir. Və bir gün anlayacaqsan, səni anlamayan insanlar sənin gələcəyində yoxdur. Ona görə də seçim çox sadədir. Ya hamının sevdiyi biri olacaqsan, ya da hamının çata bilmədiyi biri.